Bu gün avtomobilin kompresorunu dəyişirik və sonda sistemi vakuumlayıb zavod göstəricisine uyğun miqdarda premium qazı ilə doldururuq. Bir çox sürücü elə düşünür ki, kondisioner soyutmursa səbəb yalnız qazın azalmasıdır, amma bu hər zaman belə olmur. Kondisioner sisteminin ürəyi kompresordur. Məhz kompresor premiumu sıxaraq sistemə dövr etdirir və salonun soymasını təmin edir. Əgər kompresor sıradan çıxıbsa, nə qədər qaz vursanız belə kondisioner normal işləməyəcək. Kompresordan səs gəlməsi, ilişməsi, gücünün zəifləməsi və ya ümumiyyətlə qoşulmaması onun nasaz olduğunun əsas əlamətləridir. Yeni kompresor qurlaşdırılarkən təkcə hissəni dəyişmək kifayət etmir. Sistem tam yoxlanılmalı, köhnə yağ və çirklər təmizlənməli, vakuum edilməli və yalnız bundan sonra avtomobil istehsalının göstərdiyi dəqiq miqdarda premium qazı vurulmalıdır. Qazı gözə yarı vurmaq düzgün deyil. Qaz az olsa kondisioner zəif soyudacaq. Həddindən artıq vurulsa isə sistemdən yüksək təzyiq yaradacaq və bu da kompresorun ömrünü qısaldır. Hətta yenidən sıradan çıxmasına səbəb ola bilər. Biz bütün işləri xüsusi avadanlıqla həyata keçiririk. Sistemdə sızma olub olmadığını yoxlayıb vakuum edirik, düzgün yağ miqdarını əlavə edir və zavod normasına uyğun premium doldururuq. Məqsədimiz təkcə maşını soyutmaq deyil, kondisioner sisteminin uzun ömürlü və problemsiz işləməsini təmin etməkdir. Əgər sizin avtomobilinizin kondisioneri zəif soyudursa, qəribə səslər çıxarır və ya ümumiyyətlə işləmir, onda vaxt itirmədən diaqnostika etdirin. Vaxtında edilən təmir sizi daha böyük xərcdən qoruyacaq. Bizi izləməyi unutmayın. Avtomobil elektrik işləri, kondisioner təmiri, kompresor dəyişikliyi, premium qazı doldurma və ya digər peşəkar xidmətlər üçün hər zaman müraciət edə bilərsiniz.